Sabir bəy uzun illər millət vəkili olub. Amma ötən il estafeti sizə ötürdüm. İndi hərdən deyirlər ki, Tənzilə xanım Vətəndaş Həmrəyliyi partiyasına sədr olacaqdı. İddialısınız Tənzilə xanım? Mən sizə bir şey deyim. Birinci o partiyanın sədri Sabir bəydir. Mən ona çox uzun ömür arzu eləyirəm. Və arzu eləyirəm ki, Sabir bəy nə qədər yaşayır, o həm partiyanın başında dursun, həm bizim başımızda dursun. Amin. Vətəndaş Həmrəyliyi partiyasının namizədi kimi Milli Məclisdəyəm. Dedilər, özü getmədi, xanımını verdi. Belə mən birə çaşqın qarşıladım. Özdə bunu deyən adamlar, elə adamlar da özlərini güya siyasətdə bilirlər, savadlı bilirlər. Sabir Rüstəmxanlı partiya sədri olaraq neçə illər millət vəkili yapırdı. Nə gözəl də Vətəndaş Həmrəyliyi partiyasının başqanıdır. Axı Tənzilə Rüstəmxanlı da 33 ildir. Bir cəmiyyətin başındaydı, Azərbaycan ictimai-siyasi həyatında var idi. Bəli. Türk dünyasında var idi. İndi millət vəkilliyi iddiası olanda niyə Sabir Rüstəmxanlı Çin səddi kimi önümə qoyursunuz? Xanımı evdə oturan qadın deyil idi ki, kimsənin tanımadığı bir qadın deyil idi ki, o qadın ictimai-siyasi həyatda var idi da. Azərbaycanda mənə partiya göstərin ki, birinci sıraya qadın qoyub. Yoxdur belə partiya. Sabir Rüstəmxanlı yoldaşı timsalında bir qadını birinci sıraya qoydu. Nə var burada? Biri vəzifədən gedən kimi başlayır bu cəmiyyət. Onun oğlu qızı niyə vəzifədə olmalıdır? Nə qədər böyük bir ayıbdır bu.